Herkese salam dostlar. Yeni videoma hoş geldiniz. İlk önce like atıp ve abone olmağı unutmayın. Size geçen bir video gelir dostlar. Ben bugün mağazaya girmiştim kitap almağa ve o kitabı alanda o kitap olmadı. Yani çok çövrəldim ama bir şey oldu dostlar. İndi onu sizə çəkirəm və İndi bir dəqiqə onu sizə göstərirəm. Bəli, indi 1, 2, 3 və onu göstərirəm. Baxın. Bəli. Bu bunu çoxdandan həqiqətən istəyirdim. Bunu mənim arzum idi. Bu mənim arzum idi. Bunu çox istəyirdim dostlar. Bunun belə Bu üçün buradan skot istəyir. Bu açılıb bu. Yaxşı boş verək. Belə rəngi var, belə rəngi var, belə. Mən əlbəttə ki, Secret-i və yaşılla mavini bunu istəyərdim, bunu da istəyərdim. Bunu niyəsə istəmirəm. İndi isə gəl gedək açılışına. Sitədən baxaq, üzərində heç bir şey yoxdur. 6 manata almışam bu arada. Və açırıq. İlk öncə ASMR. Yani məndə mənə gəlir ki, original deyil. Nə bilim, hamısı Kitay dilində, Koreya dilində. Yaxşı, da burada nəsə skoç var idi. Mən təəccübləndim. Yaxşı, gəlin altdan açaq onda. Açılmalı yoxdur. Bu arada açıram dostlar. Çox qəşəng. Ayda bunun kağızı da çıxmalıdır. Ayda kağızı özü də buradadır. Dostlar. Hələ görmədim. Hələ baxmayacağım. Oh my god. Bəli. İndi isə açırıq. Oy. Bunun gözləri niyə belə? Hadi bakalım. İlk öncə həqiqətən də mən bura baxmıram. Üzümü çörürəm. Siz baxın. Bunun burasını bağlıydı. Все. Mesela bir dənə deyim, mən istədiyim rəngdə yoxsa yox. Yaxşı rəngdir. İstədiyim rəngdir. Yaşıl. Oley, çox sevinirəm dostlar, yaşıldır. Yaxşı, kartı unutmayaq bir dənə. Kart nə rəng idi? İndi karta baxaq. Çox sevinirəm. Bunun nəysə burada alma şökü. Alma şökü. Görün. Bunlar meyvə dadıdır. Məndə green apple çıxıb, yəni alma çıxıb, yaşıl alma çıxıb. Amma dostlar, mən həqiqətən də buradan qoxu sizə o qədər qəşəng iyi var ki, mən sizə bunu buradan deyə bilmirəm. Onun dəhşət qəşəng iyisi var. Şəxsən mən çox bəyəndim həqiqətən bu rəngin. Həqiqətən də mən gözləmirdim belə olsun. Bunu çox bəyənirəm dostlar. Hamınız, yəni bilirəm ki, çox vaxt YouTube-da olmuram. Çünki vaxtım olmuyor. Testlərim var. Yəni dərslərim çox olur. Ona görə sizə çəkə bilmirəm video. Amma dostlar, siz isə mənim əziyyətimi yerə vurmayın. Mənim kanalıma like atmağı, abunə olmağı unutmayın. Hər biriniz sağ olun.